Aysun xanım polisə müraciət edir İsmailova. Niyə? Maraqlıdır, niyə müraciət edir? Müayinə Aysun İsmailova şəxsi həyatı ilə bağlı yayılan bütöv qərəzli xəbərlərlə qarşı hüquq addım atıb. Təbii ki, istinad edirəm Milli.az-a. Aysun İsmailova bildirib ki, onun adı ilə dəfələrlə yalan məlumatlar yayılıb və bu hallar artıq səbrini tükədib. Mənimlə bağlı neçənci dəfədir yalan xəbər paylaşırsınız. Məndən təsdiq almadan paylaşım etməyin. Reyting xətrinə şəxsi həyatımı hədəf almayın. Maraqlıdır. Aysun xanım, sizinlə bağlı reyting biraz bu mənə çatmadı. Amma mən xəbəri ona görə oxudum və sizdən həm də halallıq alıram ki, görək maraqlı idi ki, nəyə görə siz polisə müraciət etmişsiniz və səbəbi nədir? Və yenə də deyirəm, həmişə anam Rəqsanə xanımla bağlı paylaşım edəndə ondan halallıq almışam, səndən də halallıq alıram. Müğənni, yəni Aysun bildirib ki, deyil də, yəni artıq əvvəlki Aysun deyil və şəxsi həyatına müdaxilələrə dözmək niyyətində deyil. Əvvəlki Aysun yoxdur, burnunuzu hər yeri soxmayın, uzundursa əməliyyat etdirin. Öz işimlə məşğulam, artıq boş şeylərə vaxtım yoxdur. Aysun deyib və nə deyib? Aysun İsmailova açıqlamasının sonunda şəxsi həyatına hörmət olmasını tələb edib və bu cür halların davam edəcəyi təqdirdə qanun çərçivəsində mübarizəni davam etdirəcəyini bildirib. Hörmətli tamaşaçılarım, izləyicilərim, bizdə tez-tez qazlar kəsilir, məhdudiyyət qoyurlar saat 10 tamamdan axşam 6-ya 7-yə qədər. Artıq əllərim soyuqdan, özüm də soyuqdan belə titrəyirəm. Məhdudiyyəti hələ ki aradan götürmürlər. 2 aydır bu davam edir. Azərqaz soyuqdur bizə.